11. sinif şagirdlərinin səhnələcəyini izləyək. Salam aleyküm ayarlar. Niye konuşarlar? Otaqlarınız var, gələcəklər. Nəsə qəşəyi gəlir. Nə düşünürsən az yeməyə? Suyu sıxır, qoyub katleti, yalansın. Yemək işdir güya. Bir dənə normal yemək yoxdur mu evdə? Neden şuraya edirsən? Heç Afrikada bu da yox deyil. Afrikada yaşayırıq biz. Bəyərməyin, niyə edirsən bəyərmə. Niye konuşarlar? Sevinç! Sevindik! Və 50 dəfə çağırmışam ki, gəlin dərslərinizi oxuyun. Ata saymırlar, ana saymırlar. Hamısında günahkarı sənsin. Ne oldu elə günahkar mən yetimi? Sevinç! Sevindik! Ay balacanım bu dərslər üzərində. Bax, gələcəklər hanı, heç gəlməyəcəklərdi. Çünki atalarının zəhmi yoxdur. Ataları bir müqəvvadır. Müqəvva yaxşıdır, yenə qoyursan bir bostana, qurt-quş gəlib dəmir. Səndən qurt-quş da qorxmur. Bir dəqiqə göstərərəm mən onlara. Ay bala, bu kitabın da canım bu dərslər üzərində. Ay mən gəlirdim, bu gəlmirdi. Mən gəlirdim, bu gəlirdim. Deyir də pəpə qışqırır, bağırsam dayanacaq. Bərəkallah bala, bərəkallah. Ver bax, o qəfəsdən uçan qışın, nə para eləyib yerindən qalxırsan, hə? Bir üçün evə tez gəlmişsən, uşaqların üçün qara elədin, Ay sən demədin ki, sən sanmına, sən məndə sözün ketmir. Onu indi göstərmək lazım deyil, zaten əvvəlcədən olmalıdır. Day mən ya qaz verib bulanın üstünə göndərsən. Qaz əvvəldən olmalı, sənin qazın kökündən bağlanır. Gəl, bəlkə indi dərs atırlar, hərəsin hərdə bir telefon. Ha, bana, çıxın lan telefondan, çıxın Ay lan. bir dənə oynayayım, yoxsa mənə vuracaqlar, Sən indi mən vuracam ağzının üstünə. Mən neyniyim, nə vardım mən? Sən deyir, mən neyniyim? Mən necə otladır, neyniyəcəksən? Niyə alırdın bu telefonu? Ay, ayaqqabıların ağzına bax. Kimsə ağzı kimi açılıb. Niyə uşaqlar aldın bunu? Niyə tərbiyələrini pozursan? Dedim uşaqlarda böyüyənə bir adam olacaqlar. Yoldaşlarla geri qalmasınlar. Bax, var idi da knopkalı telefon. Aldın, getdilər, bax, belə oxuyacaqlar, hə? Ver uşaq o telefonları, siyah, bundan sonra yox desinə. Ay, altı bazar oynuyorum. Bu nazı bazarda oynayırsan sən telefonla. Baba, ne oldu böyle ne kişiler mi sen ha? Benim bana şu an telefonu. Bana bak ne için kişiler. Ala baba ala. Day mən nə baz verirsən göndərsən lazım. Yine de değil ki. Alo. Verin elime. Tamam. Yaxşı mənim. Ay, bəs deyirdiniz ki biz dərslərimizi yaxşı oxuyuruq. Müəllim bizdən elə razıdır, belə razıdır. Hanı? Müəllim deyir dərs oxumur. Deyirlər da dərs oxumurlar bunlar. Mən neyim, ama niyə dərsləriniz oxumursunuz siz? Ay, çox çətin, yoxmaq olmur. Çətindir, çətindir. Belə ki, mən edzəri oxusunlar, cəhənnəm oxusunlar. Uşaqların yanında sizin keçmeyin. Keçirir, axırda keçmirəm. Onsuz da yenə də günahkar mən yetim oluram. Bax. Qaşınla zadana bax. Elə bu ata baladır. Yaxşı. Anadan gəlmə, deyə anadan gəlmə. Yaxşı. Mən bilərəm neyinlərəm. Ay bala, dur get, dur, hara getdi o? Ay baba, ne oldu? Ay bala, söyləməmişəm ki, fanunuzu istəndirməyin. Elə bir oxu sənə 10 minlik topdurulub düşüb əyətə. Gedirik, işləyirik, qazanırıq ki, siz oxuyasınız, adam olasınız. Oxuyun da bu dərslərinizi. Çox çətin, yoxmaq olmur. Nə var orada, de görüm, mən kömək eləyəcəm sizə. Yaxşı, oxuyuram. Deməli, cəmiyyət Ceyhun Nica. Kibrit qutusundan kibritlərin sayını tanımağa çalışırlar. Ceyhun 43, Nica 34, Cəmil 41. Qutunu boşaldıb saydıqdan sonra görürlər ki, Cəmil 6 ədəd, Ceyhun 3, Nica isə 1 ədəd səhv edir. Sual, qutuda neçə kibrit var? Cəmil də qalib orada. Heç bir kibrit var. Kibrit var, az bizdə evdə. Ay bala, o an ondan sonra şey qazı bölümdə olur.
danışırsan ki, mən belə oxumuşam, elə oxumuşam. Hanım, sual necə idi bala? Deməmişəm ki, kirmitlə oynamıyor. Siz kirmitlə oynayır bir cür beyni yanlar. Düz dedim bana, bu kirmitlə Ay, sual ye. Geçir kirmitlə suallarda. Çağıracam. Bala. Müəllim nə desə, denən ki, evimizdə təzə adam hikmətləmişik. Kirmitlə adamla oynaya bilmədik. Yaxşı. Ayda mən oxuyuyorum. Hə, oxusan. Bir çobanın 100 qoyunu var idi. Onun 10 dənəsini canavar aparır. Oğurda gəlib 15 dənəsini aparır. 5 dənə qoyun da sürüdən ayrı düşürür. Canavarın apardığı qoyunun isə 3'ü qayıdır. Oğurun apardığı qoyunun da 5'i qayıdır. İtən 5 qoyunun da 3'ü qayıdır gəlir. Çoban yuxudan ayrılıb iti göndərir ki, get gör orada neçə qoyun var. Qoyunların sayını öyrənən gəlib çobana nə cavab verir? Ayta de də it nə dedi? Bir daha Ay baba, mən nə bilim ki, çoban nə deyir? Uzaqbaşı ham. Abi sonra yazsan. Bu deyir, bu da yazır. Orada beyaz mı? Amma lan burada ikisi var. Ay baba, qoyunun başı bırak ki, fokusu məsələyə. Deyir ki, Ayta, Nazəmlə Əlmərdan bir saat 100 kilogram alma toplayıb var, bazarda satırlar. Nazəndən Əli Mərdan. Sən bu baxlarla prinsipin qarmadın da. Nə prinsipə? Bax, Nazənin başındır, Əli Mərdan da yecinətdə. Bunlar elə bir bazarda alma satırlar. İndi sən bu uşağı nəyə yazdırsan ki? Adı mən yazdırmışam, kitabda yazdım da. Ay baba, sən oxu görək. deyir ki, Əliqulunun fermada 50 inəyi var. Qızqayt da həmin bu inəkləri Əli Mərdan deməli arvadı zızqayt nəylər salaya baba. Hə. Deyirəm prinsip qarmır tabaşlarından. Ay kişi, mən yazdırmamışam, kitabda yazdım da. Nəhərlə kitabda yazdı. O bazı ilə gezdir, deyirlər, bazar inəklər sağırlar, pul qazandır. Hə, nəyə yazırsan uşaqlara? Deyirəm kitabda yazdım, fikirlə bir kişi var mı deyil. Ay baba, kitabda yazdı. Ya, kitabda yazdım. Qaydanən 2 kilo olub başqadan, nəslin kökün qalıb o kitablarda. Mən bir dəqiqə kitabı oxudum, görüm mənim nəslimi kim yazıb bura. Ay kişi, ay şakir, ay şorgoyun kişi getdi. Bax, problemimiz budur da. Xaricdəki uşaqlar gündə bir ixtira edirlər. Bizdə isə Əliqulu belə getdi, Qızqayt belə getdi. Bax, sən kişi də belə getdi.